Sosial şəbəkədə əli ilə qeyri-etik işarələr göstərən və biədəb tərzdə danışan şəxs məsuliyyətə cəlb edilə bilərmi? Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə görə internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində, yəni saytlarda və sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi, əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi, insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi kütləvi nümayiş etdirildiyi halda ciddi inzibati məsuliyyət yaradır. Belə ki, xətanı törədən şəxs 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə pozuntunun törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayda müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 510.3-cü maddəsinə görə isə inzibati tənbih almış şəxs tərəfindən inzibati tənbih vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində eyni hərəkətlər təkrarlandıqda əməlin təkrar törədilməsinə görə inzibati xətanı törədən şəxs 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə pozuntunun törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin onu da vurğulamaq istərdim ki, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci və 510.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bu isə o deməkdir ki, heç kim düşünməməlidir ki, qanunu pozub cəriməni ödəyəcək və iş bitəcək. Ola bilsin ki, törədilən əməl ağırlıq dərəcəsindən asılı olaraq şəxsin Cinayət Məcəlləsinin maddələri ilə məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Qeyd edim ki, Baş Prokurorluq tərəfindən 2026-cı il fevralın 24-də yayılmış məlumata görə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirlər çərçivəsində sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər artıq müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Aparılan hüquqi icraatın nəticəsi olaraq aidiyyatı məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə, tənbih növləri tətbiq olunmuşdur. Ona görə də çalışın həmişə qanuna görə hərəkət edin. Nə real, nə də virtual həyatda etik normalardan və qanunvericinin tələblərindən kənara çıxmayın.